Ertuğrul Qazinin məzar önündəyik. Alplar öz xidməti vəzifələrini yerinə yetirir. Türkiyənin Biləcik vilayətinin Söğüt rayonunda yerləşən türbəsindən görüntülər yayılıb. Infoplus TV xəbər verir ki, paylaşımda türbənin girişində Alp geyimində fəxri qarovul saxlayan növbətçilər və içəridə yerləşən məzar əks olunub. Məzarın sağ tərəfində Türk dünyası ölkələrinin, o cümlədən Azərbaycan Respublikasının dövlət bayrağı yer alıb. Həmçinin məzarın ətrafında müxtəlif türk torpaqlarından, o cümlədən Azərbaycandan gətirilmiş xüsusi torpaq nümunələri nümayiş etdirilib. Və burada Azərbaycanın torpağı var. Bu cürə. Həmçinin türbənin 1921-ci ildə Yunanistan işğalı zamanı məruz qaldığı hücumun izlərinə də diqqət çəkilib. İşğalçılar tərəfindən türbənin pəncərə kepenklərinə və qapılarına vurulmuş güllə yerləri bu gün də tarixi yaddaşı yaşatmaq məqsədi ilə olduğu kimi qorunub saxlanılır. Yunanlar Söğüdü işğal eləyir. Söğüdü işğal eləyəndə gəlib buranı darmadağın edirlər. Hətta bax güllələrin izlərini burada görürsünüz. Buranı dağıdırlar, Ertuğrul Qazinin məzarını açırlar, düşünürlər ki, burada qızıl var, ən dəyərli şeyləri burada bastırıblar.